Qoç bürcü. Köməyə ehtiyac duyduqlarını erkən andan anlayan qoçlar çətin bir işi uğurla yerinə yetirə biləcəklər. Bu bürcün nümayəndələri etibarlı müttəfiqlər tapacaq və onların sayəsində bu yaxınlara qədər demək olar ki, qeyri-mümkün görünən şeyə nail olacaqlar. Tək başına hərəkət etməyi üstün tutan qoçlar üçün vəziyyət fərqli olacaq. Belə qoçların gecikmələrdən və çətinliklərdən qaçınması ehtimalı azdır və yolda yaranan hər hansı bir maneəni tez bir zamanda dəf edəcəklər. Ulduzlar başqalarına kömək edən, ictimai layihələrdə iştirak edən və xeyriyyə və ya qeyri-kommersiya fəaliyyətlərində iştirak edənləri dəstəkləyəcəklərinə söz verirlər. Başqaları üçün etdiyiniz hər şey sizə bu və ya digər şəkildə fayda verəcək. Maliyyə vəziyyətiniz əlverişli olacaq. Nağd pul daxil olmaları və uğurlu sövdələşmələr ehtimal olunur. Pulun vacib olduğu yerlərdə ehtiyatlı olacaqsınız ki, bu da itkilərdən qaçınmanıza kömək edəcək. Dostlarınızla xoş vaxt keçirmək imkanı olacaq. Bəzi sosial tədbirlərdə iştirak etsəniz, nəinki gözəl vaxt keçirəcəksiniz, həm də çox xoş əlaqələr qurmaq imkanı əldə edəcəksiniz. Buğa bürcü. Gün təkcə sizin üçün deyil, həm də sizinlə işləyən, ideyalarınızı dəstəkləyən və planlarınızı həyata keçirməyə kömək edənlər üçün əlverişli olacaq. Liderlik keyfiyyətləriniz bugün xüsusilə özünü göstərəcəyi üçün bu cür insanlar çox olacaq və kimisə ruhlandırmaq və ya cəlb etmək lazımdırsa, problem yaşamayacaqsınız. Gözlədiyinizdən daha çox həll edilməli tapşırıq ola bilər. Planlaşdırdığınız tapşırıqlara tamamilə yeniləri əlavə olma bilər. Hər şeyi kifayət qədər tez həll edəcəksiniz və əldə etdiyiniz nəticələr bütün gözləntiləri aşacaq. Vacib danışıqlar uğurlu olacaq. Hətta əvvəllər rəqiblərinizi dəstəkləyən insanları da cəlb edə bilərsiniz. Bugün bəzi əyləncə tədbirlərində iştirak edən Buğa bürcüyü xoş qarşılaşmalar gözləyir. Bu bürcün nümayəndələrinin çoxu diqqət mərkəzində olacaq və bundan zövq alacaqlar. Aşiqlər xoş sürprizlər gözləyə bilərlər. Əkizlər bürcü. Heç nəyə tələsməyin və ehtiyatlı olmağı unutmayın. Bu, bir çox çətinliklərdən qaçınmaq və pis niyyətli insanların qurduğu tələlərə düşməmək üçün kifayət edəcək. Kimsə sizi manipulyasiya etməyə və ya öz iradəsini sizə qəbul etdirməyə çalışa bilər. Belə insanlara müqavimət göstərməyin və maraqlarınızı qorumağın yolunu tapacaqsınız. İş və ya karyera dəyişməyi düşünən əkizlər maraqlı təkliflər ala bilərlər. Ola bilsin ki, son zamanlar xüsusi maraq doğuran bir layihəni həyata keçirmək üçün fürsət yaranacaq. Maliyyə baxımından bu cür dəyişikliklər sizin üçün faydalı olacaq. Lakin asan pula güvənməmək vacibdir. Gəlirinizi artırmaq müəyyən səy tələb edəcək. Bu, günün tamamilə çətinliklərdən azad olacağı demək deyil. Bununla belə əhvalınız müsbət olacaq və ara sıra ortaya çıxan problemlər əhvalınızı pozmayacaq. Bir çox əkizlər də ətrafdakılara dəstək ola biləcək və buna görə minnətdar olacaqlar. Xərçəng bürcü, qətiyyətli addımlar və ya kəskin dəyişikliklər üçün ən yaxşı gün deyil. Vəziyyətlər əlverişli olmayacaq və həmişə məqsədlərinizə çatmaq üçün səy göstərmək istəməyəcəksiniz. Bunun əvəzinə növbəti addımlarınızı planlaşdırmağa və nəzərdən keçirməyə diqqət yetirə bilərsiniz. Tezliklə həyata keçirməyə diqqət yetirə biləcəyiniz bəzi əla ideyaların ortaya çıxması mümkündür. İntuisiya, işgüzar görüşlərdə düzgün ton təyin etməyə və kimin etibarlı müttəfiq ola biləcəyini və kimə etibar edilməməli olduğunu tez bir zamanda anlamağa kömək edəcək. Əməkdaşlığı yeni qapılar açacaq tərəfdaşlar tapmaq şansı olacaq. Bu yaxınlarda öz bizneslərini qurmağı düşünən bəzi xərçənglər ən iddialı layihələrini dəstəkləməyə hazır olan investorlar tapacaqlar. Gün maraqlarınızı bölüşən insanlarla ünsiyyət qurmaq üçün idealdır.
çox vaxt və enerji sərf etdiyiniz hobbi və ya təhsilinizlə bağlı tədbirlərdə yeni tanışlıqlar yarana bilər. Şir bürcü. Günə ən təcili problemlərinizi həll etməklə başlayın. Ulduzlar bu zaman sizin tərəfinizdə olacağı üçün uğur qazanmaq nisbətən asan olacaq. Köhnə tanışlar, keçmiş həmkarlar və ya bir vaxtlar birlikdə işlədiyiniz insanlar sizə kömək təklif edə bilərlər. Köhnə əlaqələri yeniləmək üçün fürsət yaranacaq və təşəbbüs göstərməyə dəyər. Mütləq dəstək ala biləcəyiniz vəziyyətlər yarana bilər. Günün ilk yarısında çox yüksək olan işgüzar aktivlik zamanla azalacaq. Əhvalınız da dəyişəcək. Əgər səhər çətinliklərdən qorxmamısınızsa, axşam yaxınlaşdıqca maneələri dəf etmək əvəzinə rahatlamaq və dincəlmək istəyəcəksiniz. Yığılmış yorğunluq səbəbindən bəzi şirlər daha əsəbiləşəcəklər ki, bu da ünsiyyətdə çətinliklərə səbəb ola bilər və hətta yaxınlarınız belə bu bürcün nümayəndələri ilə yola getməkdə çətinlik çəkəcəklər. Bütün gün maliyyə baxımından əlverişli olacaq. Pul riskinə girməyəcəksiniz və planlaşdırılmamış alış-verişlərdən və digər lazımsız xərclərdən qaçınacaqsınız. Qız bürcü. Biznesdə böyük uğurlar qazanmaq və çətin bir tapşırığın öhdəsindən parlaq şəkildə gəlmək şansınız olacaq. Qələbələriniz diqqətdən kənarda qalmayacaq. Əksinə, dəstəyindən mütləq istifadə edə biləcəyiniz insanlar tərəfindən fərq ediləcək. Müəyyən layihələrdə heç bir irəliləyiş əldə edə bilməmisinizsə, bugün onlara yenidən nəzər salın. Onları necə uğurla başa çatdıracağınızı anlaya bilərsiniz. Bugün bir çox qız bürcü ətrafındakıları heyran edəcək qətiyyət nümayiş etdirəcək. Əvvəllər qız bürclərini qiymətləndirməmiş insanlar nə qədər yanıldıqlarını anlayacaqlar. Hətta ünsiyyətdə təşəbbüs göstərə, maraqlı bir şey təklif edə və ya kömək istəklərinə cavab verə bilərlər. Gün evdə və işdə gözlədiyinizdən daha çox tapşırıqla dolu olacaq. Planlaşdırdığınız hər şeyi yerinə yetirmək üçün vaxtınız olmaya bilər. Lakin bu barədə çox narahat olmayın. Tezliklə mütləq bacaracaqsınız. Dostluq görüşləri, ailə tədbirləri və romantik görüşlər yaxşı keçəcək. Sevdiklərinizi mükəmməl başa düşəcəksiniz və onlar sizə bir çox cəhətdən kömək etməyə hazır olacaqlar. Tərəzi bürcü. Vəziyyətlər əlverişli olacaq, amma bugün uğurunuzun sirri başqa yerdədir. Həsəd aparacaq ixtiraçılıq nümayiş etdirəcəksiniz. Başqa heç kimin ağlına belə gəlməyəcək məqsədlərinizə çatmağın yolunu tapacaqsınız. Bəzi tərəzilər də əzmkarlığa ehtiyac duyacaqlar. Bu tərəzilər digər bürclərin qarşısını kəsən maneələri dəf etməyi yolunu tapacaqlar. İntuisiyonuz düzgün prioritetləşdirməyə və ən perspektivli və vacib layihələrə diqqət yetirməyə kömək edəcək. Enerjinizi boşa sərf etməyəcəksiniz və heç kimin sizi şübhəli vəziyyətlərə sürükləməsinə və ya xeyirxahlığınızdan sui-istifadə etməsinə icazə verməyəcəksiniz. Faydalı əlaqələr mümkündür. Bəzi tərəzilər təcrübəsi və bilikləri faydalı ola biləcək insanlarla əlaqə qurmaq imkanı əldə edəcəklər. Bugün son vaxtlar münasibətlərinizin çətin olduğu biri ilə səmimi söhbət üçün uyğundur. Sizi nəyin geridə qoyduğunu anlaya və güzəştə gedə biləcəksiniz. Həmçinin mübahisə etdiyiniz biri ilə barışmağa çalışa bilərsiniz. Bunu axşam saatlarında etmək daha yaxşıdır. Əqrəb bürcü. Yeni şeylər öyrənməyə, tanış metodlardan imtina etməyə və təcrübə aparmağa hazır olanlar üçün iş tapşırıqlarının öhdəsindən gəlmək daha asan olacaq. Mürəkkəb tapşırıqların öhdəsindən gələ bilərsiniz və başqalarının səhvlərindən dərs çıxarmaq və onların təcrübəsindən istifadə etmək bacarığınız onları dəf etməyə kömək edəcək. Bugün həmçinin uzun müddətli planlar qurmaq və onları həmfikir insanlarla müzakirə etmək üçün də əlverişlidir. Sizi bezdirici səhvlərdən qaçınmağa kömək edəcək dərin məsləhətlər, faydalı məsləhətlər və məlumatlar alacaqsınız. Unutmayın ki, bir çox vacib məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək daha asan olacaq. Yaxınlarımızla kiçik fikir ayrılıqları mümkündür, amma onların ciddi bir şeylə bağlı olma ehtimalı azdır. Nəzakətli davranacaq.
problemləri yoluna qoymağa çalışacaq və lazım gələrsə kiçik güzəştlərə asanlıqla gedəcəksiniz. Dostlarla görüşlər xoş olacaq, amma onların çox uzanmasına imkan verməməyə diqqət edin. Axşam sakit istirahət və güc toplamaq üçün vaxt tapmaq vacibdir. Vatan bürcü, sizi maraqlı və uğurlu bir gün gözləyir. Xoş xəbərlər və ya əhvalınızı qaldıracaq hadisələr gətirmə ehtimalı yüksəkdir. Bəzi oxatanların dərhal diqqət yetirmək istədikləri yeni məqsədləri olacaq. Bununla belə, ani qərarlar verməmək və ya həyatınızda köklü dəyişikliklər etməmək vacibdir. Özünüzə biraz düşünmək və fərqli ssenariləri nəzərdən keçirmək üçün vaxt verin. Gənc oxatanlar təcrübəsinə və biliyinə etibar etdikləri insanlarla məsləhətləşməkdən faydalanacaqlar. Gözlənilməz mənbələrdən pul vəsaitlərinin daxil olması və qiymətli hədiyyələr ehtimal olunur. Bu bürcün bəzi nümayəndələri gəlirdə sürətli artım vəd edən işgüzar təkliflər alacaqlar. Karyera yüksəlişi də mümkündür. Lakin yeni bir vəzifənin yalnız pul deyil, həm də narahatlıqlar və daha böyük məsuliyyət gətirəcəyini nəzərə almağa dəyər. Gün ərzində müxtəlif işlər görəcək. Daim birindən digərinə keçəcəksiniz. Başqaları bunu yorucu hesab edə bilər. Amma siz əslində bundan zövq alacaqsınız. Çünki darıxmağa vaxtınız olmayacaq. Oğlaq bürcü, köhnə əlaqələri yeniləmək, mövcud işgüzar münasibətləri möhkəmləndirmək və yeni əlaqələr qurmaq üçün əlverişli gündür. Peşəkar tədbirlərdə iştirak etmək faydalı olacaq. Uğurlarınızı və nailiyyətlərinizi bölüşmək üçün fürsət yaranarsa, onu qaçırmayın. Ağıllı özünü təqdimat sizə yalnız fayda verəcək. Uzun sürən danışıqların uğurlu nəticələnməsi ehtimalı yüksəkdir və bəzi oğlaqlar çox əlverişli şərtlərlə əməkdaşlıq təklifləri alacaqlar. Uzun müddətdir çətinlik çəkdiyiniz layihələrə qayıda bilərsiniz. İstədiyiniz nəticəni əldə etmək şansı var. Bir vaxtlar vacib xidmətlər göstərdiyiniz insanlardan heç bir qarşılıq gözləmədən kömək almağınız mümkündür. Yeni müttəfiqlərin də ortaya çıxması ehtimalı var. Onlar sizin yanaşmanızı qiymətləndirəcəklər və bu uzun müddətli tərəfdaşlıq üçün əsas ola bilər. Oğlaq bürcü sevənlərini çox xoş sürprizlər gözləyir. Ümumilikdə gün romantik münasibətlər üçün çox əlverişli olacaq. Əgər uzun müddətdir ki kiminnənsə aşiqsinizsə, bugün ünsiyyətdə təşəbbüs göstərmək üçün əlverişli zamandır. Alça bürcü, bugün bəzi çətinliklər yarana bilər və işlərdə gecikmələr mümkündür. Bununla belə, problemlərinizlə tək qalmayacaqsınız. Yaxınlığınızda kömək və ya dəstək üçün müraciət edə biləcəyiniz insanlar olacaq. Köhnə dostlar əla məsləhətlər verəcək, faydalı məlumatlar paylaşacaq və hansı işləri əvvəlcə həll etməli və hansılarını təxirə salmağın daha yaxşı olduğunu təklif edəcəklər. Müttəfiq olmaq istədiyiniz insanlarla əlaqə qurmaq imkanınız olacaq. Onlarla razılaşmalara nail olmaq gözlədiyinizdən daha asan olacaq. Və demək olar ki, heç bir səy göstərmədən yaxşı təəssürat yarada biləcəksiniz. Uzun müddətdir tərəfdaşlarınızın sizinlə bölüşdüyü fikirlərə diqqət yetirin. Onlardan birini həyata keçirməyin əhəmiyyətli qazanc getirməsi mümkündür. Sevdiklerinizlə ünsiyyət sevinç getirəcək, postlarla görüşlər ilham verəcək və romantik bir görüş unudulmaz təəssürat yaradacaq. Xoş sürprizlər, gözlənilməz hədiyyələr və sevgi nişanələri mümkündür. Axşam sevdiyiniz insanla vacib bir söhbət üçün idealdir. Balıqlar bürcü, xırda şeylərə vaxt itirməyəcəksiniz. Günə vacib bir şeylə başlayacaqsınız və bu yanaşma doğru olduğunu sübut edəcək. Bunun sayəsində günortadan əvvəl bir neçə mürəkkəb problemi həll edəcək və özünüzü daha inamlı hiss edəcəksiniz. Günün ilk yarısında intuisiyanıza xüsusi diqqət yetirin. Onun siqnalları sizə uğursuz səhvlərdən və səhv qərarlardan qaçınmağa kömək edəcək. Vədlər verməzdən və ya hər hansı maliyyə öhdəlikləri götürməzdən əvvəl 2 dəfə düşünün. Günün ikinci yarısı dostlar və tanışlarla ünsiyyət qurmaq üçün xüsusilə əlverişli olacaq. Bu insanlardan birinin köməyinizə ehtiyacı ola bilər və siz ondan imtina etməyəcəksiniz. Bu çox səy tələb etməyəcək.
başqaları üçün faydalı bir şey etmək, fürsəti əldə etməkdən məmnun olacaqsınız. Romantik münasibətlərdə təşəbbüs göstərə və hisslərinizi etiraf edə bilərsiniz. Bu gün həmçinin sevdiyiniz insanla vacib məsələləri müzakirə etmək üçün də əlverişlidir. Səmimi söhbət bir çox şeyi aydınlaşdıracaq və bir-birinizi daha yaxşı başa düşməyə imkan verəcək.